Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür. Amma bu dəfə adlarını deməyəcəm. Sən ipuclarına bax, tap görüm hansıdır. Hazırsan? Başlayaq. Dünyada sülhü qorumaq, insan hüquqlarını müdafiə etmək və münaqişələrin qarşısını almaq üçün yaradılıb. Qərargahı Nyu-Yorkdadır. Azərbaycan bu təşkilata 1992-ci ildə üzv olub. Tap görək bu hansıdır. Avropa ölkələrini birləşdirən bu qurum insan hüquqları, ədalət və demokratiya prinsiplərini müdafiə edir. Onun bayrağında mavi fon üzərində sarı ulduzlar var. Azərbaycan 2001-ci ildə üzv olub. Bu hansı təşkilatdır? Bu qurum təhlükəsizlik, əməkdaşlıq və seçki müşahidəsi ilə məşhurdur. Soyuq müharibə dövründə yaranıb. İndi 57 ölkəni birləşdirir. Azərbaycan 1992-ci ildən iştirak edir. Söhbət hansı təşkilatdan gedir? Üzvləri ortaq dəyərlərə və bir inanca əsaslanır. Təhsil, elm və humanitar əməkdaşlıq bu qurumun əsas istiqamətlərindəndir. Azərbaycan bu təşkilata 1992-ci ildə qoşulub. Tap görək bu hansıdır? 4 ölkənin baş hərfləri ilə tanınır. 1997-ci ildə yaradılıb. Məqsədi regional əməkdaşlığı və enerji təhlükəsizliyini gücləndirməkdir. Azərbaycan bu qurumun qurucularındandır. Səncə bu hansıdır? Qaradəniz regionunda yerləşən ölkələri birləşdirir. İqtisadi əməkdaşlıq və ticarət əlaqələrinin inkişafı əsas hədəfdir. Azərbaycan 1992-ci ildən bu təşkilatın üzvüdür. Tap görək bu hansı təşkilatdır? SSR dağılandan sonra yaradılan bu birlik yeni, müstəqil ölkələr arasında siyasi və iqtisadi əlaqələri qoruyur. Azərbaycan 1993-cü ildə qoşulub. Bu hansı təşkilatdır? Ortaq tarix, dil və mədəniyyəti olan ölkələri bir araya gətirir. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan bu ailənin əsas üzvləridir. Əməkdaşlıq həm iqtisadi, həm də mədəni səviyyədədir. Cavabı bilirsən? Neçə təşkilatın adını düzgün tapdın? Rəylərdə yaz. Görüm kim Azərbaycan diplomatiyasını yaxşı tanıyır.